Yaxşı, revision nömrə 2-yə baxaq. Demək, birinci sualda yoldaşlar nə istəyir bizdən? Deyir ki, Peter işindən ayrıldı. Quit bitirmək, çıxmaq deməkdir. İşindən ayrıldı çünki doğru cavab C. O, promotion imkanlarını bəyənmədiyi üçün çıxır, narazı olduğu üçün. Promotion nə deməkdir? Promotion vəzifə artımı deməkdir. Yəni, vəzifə artımını bəyənmir. Düzdür, orada dinləmədə bilirsiniz necə işlədir. Dinləmədə qeyd edir ki, burada elə göstərim həmin hissəni, baxın. Dinləmədə burada qeyd edir ki, iki səbəb göstərir ki, niyə işdən ayrıldın? Deyir ki, bossum mənə pis davrandı və I didn't like my chance of advancing in this company. Bu şirkətdə irəliləmə şanslarını bəyənmədim. Bu iki səbəbə görə işdən ayrılır. Ona görə cavab olur nə? C variantı. Nə maaş uyğun deyildi, elə bir şey demir. Məsuliyyəti çoxdur, elə bir şey demir. Yeni bir şirkətdən təklif aldı, elə bir şey yoxdur. Zaten təklif alsa gedib işləsin də, adam niyə iş axtarsın ki? Sonra iş yoldaşlarına yola getmir, yanlışdır. Bossu ilə yola getmir. Boss da sizin iş yoldaşınız deyil. Doğru cavab C. İkinci yerdikdə hansı sualın cavabı var? C-nin cavabı var ki, Peterin onlayn axtardığı işlər üçün requirement tələb nədir? Onlayn axtardığı işlər üçün tələb bundan ibarətdir ki, onlayn iş axtarmağı yoxlayıbsanmı, qız soruşur. Deyir ki, bəli, lakin bu işlərin çoxu require moving to another city, başqa şəhərə köçməyi tələb edir, lakin mən bunu etmək istəmirəm. Yəni, tələb nədir? Başqa şəhərə köçməkdir. O da onu istəmir. 2-də cavab C. 3-ə gəldikdə hansı sual variant doğrudur? Doğru cavab D-dir ki, Peter öz CV-sini 20-dən çox şirkətə göndərib. Düz dinləmədə submit yerinə send out deyir, CV yerində resume deyir. Resume həm davam etmək, həm də CV deməkdir. Bax, bu hissədə deyir ki, I sent out my resume to more than 20 companies deyir ki, 20-dən çox şirkətə öz CV-mi göndərmişəm. Unfortunately, bədbəxtlikdən indiyənə qədər so far cəmi 2 intervyuda olmuşam. Yəni, bu o deməkdir ki, 20-dən çox şirkətə göndərib, cəmi 2 dənəsi çağırıb. O da bədbəxtlikdən deyirsə, demək ki, o da uğursuz olub da, yəni uğurlu olub deyə bilmərik. Doğru cavab D-dir. Birdən çaşıb burada 2 uğurlu intervyuda olub deyə cavab götürənlər üçün deyirəm. Yəni, elə şey ola bilməz. Çaşıb B götürən var aramızda. B variantında bəzən götürülür. C-indi onlayn iş təmin edir insanlara. C-in işi təmin etmir onlayn işlə. D-in sadəcə dostudur, soruşur ki, problemin nədir? O da məsləhət verir ki, onlayn işləri yoxlayıbsanmı? Yox, başqa şəhərə köçməyi tələb edir, onu da istəmirəm. Yaxşı, 4-ə gəldikdə Peter niyə yeni kostyum almaq istəyir? Doğru cavab yedir. O istəyir ki, best image yaratsın, yaxşı imaj yaratsın intervyuda. Prosta imaj demir orada, qeyd edir ki, impression deyir, yaxşı təəssürat yaratmaq istəyirəm deyir. İstəyirəm ki, yaxşı best impression yaradım, mümkün qədər intervyularda. Yəni, impression əvəzində image yazım, yəni yaxşı imaj yaratmaq istəyir intervyularda. Bir də impression sözünü tutub birdən B variantı kimsə yazar. Impress təsir etməkdir, düzdür, bu hissəsi doğrudur. İnsanlara təsir etmək istəyir, düzdür. Amma networking qrupda təsir etməsi mənasıdır. Çünki network qrup WhatsApp qrupu. WhatsApp qrupunda kostyumu kim neyləsin ki? Yəni, doğru cavabımız nədir? E variantı. 5-də də dialoqdan aydındır ki, doğru cavab C. Hunting a job was challenging for Peter. İş ovlamaq ya da işi tapmaq Peter üçün çətindir. Orada ovlamaq məcazi anlamda işlənir. Yəni, işi yaxalamaq, tutmaq anlamda işlənir ki, Peter üçün çətindir. Çünki bu qədər şeyi yoxlayıb, hələ də iş tapa bilmədiyi üçün bu cavab çıxır. Yəqin A, maksimum səhv yazanlar A və D variantlar yazırlar. A-da yazıb ki, network qrupa qoşulmaq yeni bir trenddir biznes mühitində. Yəni, yeni bir trenddir demir orada. Sadəcə dostu məsləhət görür ki, WhatsApp qruplarına qoşulur. Peter üçün yeni bir şeydir. Yəni, biznes mühitində yeni bir şey deyil. Və burada da D variantında da birdən kimsə yazır. C-in network qrupa qoşulmağı bir neçə dəfə yoxlayıb. Xeyr, elə şey yoxdur. Sadəcə C-in məsləhət görür. Yəni, həmin hissəni də bir dənə göstərim. Məncə yetərlidir. C-in burada deyir ki, başa düşürəm, bəs network qrupa qoşulmağı barəsində nə düşünürsən? Peter deyir ki, mən bunları yoxlamamışam. What are they? Onlar nələrdir? C-in deyir ki, onlar insan qruplarıdır. Kimlər ki, iş axtaranlardır.
və onlar bir-birlərinə kömək edir ki, discover new opportunities, yeni imkanlar tapmağa kömək edir. Elə bir WhatsApp qrupudur, insanlar bir-birinə iş atırlar, kömək edirlər. Amma da Jane bunu bir neçə dəfə yoxlayır. Bu yeni bir şeydir biznes mühitində. Elə bir şeylər çıxarda bilməli. Peter üçün yeni bir şey ola bilər ki, çünki yoxlamadığı üçün. Peter də deyir ki, maraqlı səslənir. 100% mən bunu yoxlayacağam. Yəni buna cəhd eləyəcəm deyir. Belə. Dinləmə ilə bağlı qaranlıq nəsə yoxdursa, keçək o birilərə. 6.1-də. Yəni bu arada bu yoldaşlar 2024-ün qəbul sualıdır 1-dən 20-yə kimi. Asan görsənsə belə çaşdırıcı suallar var. İzah edeyim. 6.1-də deyir ki, Kanadadakı yerli xalq keçmişdə təbiətdən ehtiyacları üçün couldn't use istifadə etmirdilər. Səhvdir. İstifadə edirdilər. Niyə etməsinlər? Burada yəni başqa nədən istifadə edəsilər ki, keçmişdə insanlar zaten təbiətdən istifadə edirdilər. Burada da bu cümlədə yazır ki, every item. Item əşya deməkdir ki, onların mədəniyyətindəki hər bir əşya obtain əldə edilirdi təbiətdən. Demək, təbiətdən istifadə edilmişlər. 6.2 ikinci variant biraz çox çaşdırıcıdır. Burada yazır ki, çaşdırıcı deyəndə əslində dimin bir xətasıdır ki, belə bir cümlə yazmazdı. Yazır ki, bir yerdən başqa yerə köçməyin məqsədi daha münbit torpaqlar tapmaqdır. Fikir doğrudur. Yəni normal sizdən soruşsam ki, bir yerdən başqa yerə köçməyin məqsədi nə ola bilər? Münbit torpaq tapmaq ola bilər. Çox məntiqli cavabdır. Amma mətnə görə biz cavab veririk deyə mətndə elə bir şey yoxdur. Mətndə burada qeyd olunur ki, insanlar bir yerdən başqa yerə səyahət edirdilər. Ovlayacaqları heyvanları izləmək üçün və axtarırdılar yetişmiş gilə meyvə və meyvə axtarırdılar kollarda və ağaclarda. Yəni burada münbit torpaq anlayışı yoxdur. Düzdür, çox dərinə düşünəndə münbit torpaqda gilə meyvə yetişir düşünə bilərik, amma biz səthi yanaşırıq. Cümlədə yoxdursa yoxdur. O zaman aydındır. Bu false. Sonra gəldik 6.3-ə baxaq. Yerli xalqın uşaqları narahatlıqları yoxdur, təhsil əldə etməklə bağlı. Doğrudur. Bəli, narahatlıqları yox idi. Burada yazılır. Bu uşaqlar məktəbə getmirdilər və onlar da prestijli bir kollecdə oxumalı olmurdular. Nə də ki, after graduation məzun olandan sonra iş tapmağa görə narahat deyildilər. O zaman doğrudur. Yəni kətdə yaşayan bir uşaq niyə görə narahat olsun ki, təhsilə görə? Doğru cavab true. Sonra 6.4-ə gəldikdə buffalo ovçuluğu, yəni öküz ovçuluğu müşahidə edilirdi. Ciddi hazard təhlükə demək, ciddi təhlükələrlə müşahidə edilirdi. Doğru fikirdir. Zaten həmin buffalo ovçuluğu nə var? Bir dənə cümlə var ki, buffalo ovçuluğu deyil. Həmçinin great dangers, böyük təhlükələr var idi. Buffalo ovçuluğu kimi. Demək, böyük təhlükə ilə müşahidə, ciddi təhlükə var deyə bilərik. Sonra gəldik 7-ci suala. Ümumiyyətlə, sualları işləyərkən çox xahiş edirəm belə bir xətaya düşməyin. Bəzən tələbələr bu sualı oxuyur, ondan sonra başlayır variantları oxumağa. Variantları oxuyursunuz, başlayırsınız variantların içində məntiqli olanı axtarmağa. Amma bu həm uzun, həm də çaşdırıcı metoddur. Yəni, özünüzü çaşdırırsınız. Yəni, qətiyyən sualı oxuyandan sonra variantları oxumayın. Neyini? Gelin həmin cümləni mətndə tapın, o cümləni oxuyun, onsuz da varianta baxan kimi cavab görsənəcək. Sualda bizə deyir ki, yaşlı yerli Kanadalı insanlar, yəni yaşlı insanlar gənclər ilə necə vaxt keçirdirdi? İndi gedək görək o yaşlı insanlar olan cümləni tapaq. Hardadır? Bax, mətndə burada yazılır. Başlayırsınız o cümləni başdan sona kimi oxumaq. Şurası bu cümlənin başı bura gəlib çıxır. Hardan olsa belə oxuyuruq. Deyir ki, qəbilədəki gənc insanlar xoş vaxt keçirdirdilər. Nöqtə. Balıq tuturdular, gilə meyvə yığırdılar yayda. Meşədə ovlayırdılar early morning, səhər tezdən. Ocağın ətrafında rəqs edirdilər gecə. Bura kimi yaşlı deyə söhbət keçmir ki. Sonra qulaq asırdı yaşlı insanlara, nəyinə qulaq asırdılar? Hekayə danışmalarına və əfsanə danışmalarına qulaq asırdılar keçmiş zamanlarda. Onda yaşlı insanlarla bağlı bir dənə cümlə var ki, hekayə və əfsanələrə qulaq asırdılar.
Bu da cavab olaraq hansı var idi? Zaten baxan kimi fikir versəniz, cavab özünü çox bəlli edir. Bu da hansı variantdır? B variantı. Aydındır. Yoxsa oturub bir-bir oxumağı, oxusuz özünüzü itirəcəksiniz. Yəni, məsələn, ona qalsa məntiqlidir. A variantı, at sürməyi öyrədə bilərlər də. Amma nə olsun ki, mətndə elə bir şey yoxdur. Aydındır. Sonra 8-ə gəldikdə, bufalo ovçuluğu və qəbilələr arasında müharibə. Məsələn, bunu səhv yazan var. Hı -hı. Və tutaq ki, bunu oxuyandan sonra bəzən tələbələr yenə çaşırlar variantları oxumağa. Məsələn, variantlar oxumayın, xahiş edirəm. Variantları oxusuz, bu falan görən kimi çox tələbə yoxdur. Hə, heyvanın dərisindən çadır düzəldir. Hə, düşünürsən. Amma elə deyil də. Burada iki dənə anlayış var. Bufalo ovçuluğu və qəbilələr arasında müharibə. Yaxşı, bufalodan dərisindən çadır düzəltdin, amma müharibənin nə aidiyyəti var ona? Ona görə gedib həmin cümlələri oxusanız ən doğru variant olar ki, gəlin oxuyaq. O bayaqlar uşaqlar deyildiyi, uşaqlar məktəbə getmirlər, iş tapmalı olmurlar. Sonra davamında deyir ki, bu o demək deyil ki, onların həyatı asandır. Yəni çətindir demək istəyir. Qış ayları uzun və soyuq keçir və bəzən müharibələr olur qəbilələr arasında. Həmçinin böyük təhlükələr var, bufalo ovçuluğu kimi. Zaten bu cümlədən çıxır. Həmçinin böyük təhlükələr var bufalo ovçuluğu kimi. Yəni demək istəyir ki, qışın soyuq keçməsi, müharibələr və s. bufalo ovçuluğu nədir? Təhlükələrdir. Yəni doğru cavab nə olacaq? Y variantı. Yəni ikisini də əhatə edəcək cavab. Bufalo ovçuluğu və müharibələr o zamanın hardship çətinliklərindən bir neçəsidir. Anlaşıldı mı? Yəni bir təhlükələrdən bir neçəsidir kimi cavab olacaq. Məsələn, çaşıb C götürəndə olur, təbiətdən fayda əldə etməyə imkan yaradır. Bu falanı başa düşdüm, müharibə təbiətdən fayda əldə etmir. Yəni, ona görə də yormayın özü. Ən yaxşısı o cümlələri oxuyun, onlardan cavab çıxartmaya çalışın. Özündən cavab çıxartmayın. Anlaşıldı? Sonra, surrounding sözünün bizdən mənasını soruşur. Əslində, round sözünü burada görsəniz, sözün kökü rounddur, dairə. Dairə sözüdür. Surround elə bir dairəyi alırsınız. Əhatəyə almaq deməkdir. Surrounding isə bizi əhatə edən şeylər, yəni mühit, ətraf mühit anlamında işlənir. Və zaten round sözünü görsəniz, burada around-la tuta bilərdiniz ki, yəni birinin ya da bir şeyin yaxınlığında ya da around, ətrafında olan hər şey. Yəni ətraf mühit anlamında gəlir. Zaten bunu bilməsəniz belə mətndən də yenə çıxartmaq mümkündür ki, yazır, yerli xalq yaşayırdı harmoniya içində öz təbii nələri ilə, mühitləri ilə. Aydındır. Sonra gəldik 10-cu suala. Birdə deyir ki, uşaqlar hansı çətinliklə üzləşirdi? Bunun cavabı var. Bayaqları oxuduq, bir neçə çətinlik. Nə idi çətinlik? Qışın soyuq keçməsi və uzun keçməsi. Bir də müharibələr olması, bir də bufalo ovçuluğu kimi təhlükələrin olması çətinliklərdir. İkincidə deyir ki, hansı növ aktivitələrə gənclər involving qoşulurdu? Hansı növ aktivitələr? Bu da var. Hansı aktivitə? Son abzas zaten komple onun cavabıdır ki, gənc insanlar məsələn fishing, balıq tuturdular, gilə meyvə yığırdılar, ovovlayıb, rəqs edirdilər, yaşlılara qulaq asırdılar və s. Bunlar hamısı aktivitələrdir, yəni fəaliyyətlərdir. Bu var. Üstə gəldikdə 3, 4, 5-in amma cavabı yoxdur. Üstə bizdən soruşur ki, qəbilələr bir-birləri ilə niyə savaşırdılar? Bunun cavabı yoxdur. Sadəcə burada deyir ki, qış ayları uzun və soyuq keçirdi və bəzən qəbilələr arasında müharibə olurdu. Amma niyə olurdu? Niyəsi yoxdur. Demir, qış ayları soyuq keçdiyi üçün demir. Sadəcə qış ayları uzun və soyuq keçirdi və müharibə olurdu. Amma demir ona görə müharibə olurdu. Səbəb yoxdur yəni. 4-ə gəldikdə isə deyir ki, Avropalılar Kanada yaylaqlarına nə zaman çatdılar? Bunun cavabı yoxdur. Bəzən çox tələbə burada nəyə çaşır? Burada Avropalıların gəlişi cümləsi burada var. Burada long before-nu görürlər. Elə bilirlər ki, cavabı var. Bilmiyorum, bəlkə siz də yazıbsınız. Amma bu cümləni tərcümə edəndə görürük ki, əslində xeyr, cavabı yoxdur. Tərcüməsinə bir dənə verin. Avropalıların Kanada yaylaqlarına gəlişindən çox əvvəllər yerli xalq təbiətlə harmoniya içində yaşayırdı. Yəni deyir ki, Avropalıların gəlişindən
Avropalıların gəlişindən çox əvvəl yerli xalq təbiətlə harmoniya içində yaşayırdı. Amma Avropalılar nə vaxt gəlib ki, onu açıqlamır. Aydındır. Sonra 5-də də yazır ki, paltarlar niyə heyvan dərisindən bəzədilirdi? Bunun da cavabı yoxdur. Amma bu biraz çaşdırıcıdır. Yəni burada necə çaşa bilərlər tələbələr? Yazır ki, onların paltarı düzəldilirdi. Deyir, maral, bufalo, öküz hayt dərisindən düzəldilirdi və bəzənirdi, başqa heyvanların hissələrindən bəzənirdi. Burada çox tələbə məsələn hayt sözü gizlətməkdir, düzdürmü? Amma əslində ilk mənası dəri deməkdir. Hayt dəri deməkdir. Yəni heyvanların dərisi altında ilk zamanlar insanlar kamuflaj olub gizlənirdilər. Yəni gizlətmək sözü həm də dəri sözü mənasına gəlir. Demək ki, burada yazır, maral və öküz dərisindən hazırlanırdı. Tələbələr orada düşünür ki, bəzi tələbələr gizlənmək üçün. Amma gizlənmək üçün yazılmıyor ki, burada gizlənmək üçün yazılsaydı to hide olardı. Gizlənmək üçün. Ya da for hiding olardı. Burada hide isim kimi işlənir. Öküz və maral nəyindən? Dərisindən hazırlanırdı. Amma niyə heyvan dərisindən hazırlanırdı? Niyə heyvan dəriləri ilə bəzənirdi? Elə bir cümlə yoxdur orada. Aydın oldu. Əslində, asan görsənsə belə çaşdırıcıdır. İndi gəldik ikinci mətnə baxaq. 11.1-də yazır, güvənlik liftinin ixtirası ilə bu ifadə mətndə var. Sonra burada da deyir ki, aşağı mərtəbələrdə ofislər üçün daha çox yer oldu. Bu cümlə də mətndə var. Yəni, çaşdırıcı olanı nədir? Bu cümlənin hər iki parçası mətndə var. Oxuyanda sizə tanış gəlir, deyirsən ki, bu var. Amma məsələ odur ki, hərəsi ayrı-ayrı cümlələrin parçalarıdır. Yəni, dərhal bir-iki sözə baxan kimi qərar verməyin. Gəlin də həmin cümlələri tapaq. Mətndə güvənlik liftin ixtirası burada yazılıb. Ondan sonraki cümləyə gəlin bir yerdə baxaq. Burada yazılıb ki, bunu kopyalayayım, yaxşı görəsiz daha rahat edir. Buraya yapışdırıram, baxın. Nə yazılır burada? Güvənlik liftinin ixtirası ilə Elisha Otis həll etdiyi problemi top floor, yuxarı mərtəbəyə, hündür mərtəbə binanın yuxarı mərtəbəsinə qalxmaq problemini həll etdi. Yuxarı mərtəbə qalxmaq problemini həll etdi. Amma burada nə yazır? Ground floor yazır. Zaten məntiqən düşünsə, lift aşağı mərtəbə, ground yəni döşəmə, yəni birinci mərtəbə. Birinci mərtəbə liftin nə işi var ki? Bu ayrı cümlə, burada amma ayrı cümlə yazır. Yazır, birinci mərtəbədə ofislər üçün daha çox yer oldu. Bunun liftdə nə aidiyyəti var ki? Başa düşdünüz nədir? Sadəcə diqqətli olsanız, yəni elə çətin bir şey yoxdur, asandır. Sadəcə diqqət tələb edir bizdən. Demək nədir? 11.1 false-dur. Gəldik ikinciyə baxsaq. İkincidə deyir ki, ilk lift təqdim edildi 19-cu əsrin ortalarında. Doğrudur. Burada nə yazır? Güvənlik liftin ixtirasını Elisha həll etdi, yuxarı mərtəbəyə çıxmaq problemi və təqdim etdi bunu 1853-cü ildə ictimaiyyətə. 1853-cü ildə 19-cu əsrin ortası edir. Zaten 41 ilə 60-cı illər orta sayılır. Doğrudur. Sadəcə bu biraz çaşdırıcı sualdır. Yəni, dərinə düşündükdə demin əslində bir xətası var burada. Güvənlik lifti deyir. Yəni, iç lift demir ha burada. Söhbət burada yazır iç liftin ixtirası. Əksinə, kaş ki yazardı iç güvənlik lifti deyərdi. Sualda bir şübhə qalmazdı. İlk güvənlik lifti təqdim edildi desə daha düzgün olar. Çünki iç lift deyəndə sən güvənlik lifti deyirsənsə artıq başqa lift adamın axılına gəlir. Bəlkə iş üçün lift, bir də insanlar üçün lift. Məsələ odur. Aydındır. Məhz ona görə biraz problemlidir, amma belə ümumi olaraq səthi yanaşsaq doğru fikirdir. Sonra 11.3-də deyir ki, zəlzələlər mümkünsüz etdi binaların tikintisini uzun müddət boyunca Tokyoda. Bəli, doğrudur. Həmin fikirdə burada yazır ki, Tokyoda deyir, hündür mərtəbəli binalar uzun müddət boyunca olmadı. Nəyə görə? Zəlzələlərə görə. Yəni, zəlzələyə görə təbii ki, hündür mərtəbə bina tikmirdilər. Amma da müasir texnologiya istifadə edir, artıq hündür mərtəbə binalar tikə bilirlər. Deyir, burada yazır. Mühəndislər müasir texnologiya istifadə edən mühəndislər hesablaya bilirlər. Zəlzələləri, daha sonra göydələnləri zəlzələyə qarşı daha müqavimətli, daha davamlı necə edəcəklərini hesablaya bilirlər. O zaman nədir? Doğrudur.
11.4 ise false yoldaşlar. De 2002-ci ildən sonra Petronas hə 2002-ci ildən sonra Petronas Tower dünyanın en hündür binası hesap edildi. Səhvdir. E, Yoldaşlar problem nədir? Problem ondan ibarət ki, çox eləbə 1998 görə 4 il sonra görüb, elə bunu toplayıb deyib 2002 yəqin ki düzdür. Amma bu cümlənin davamı da var da. Görün davamında nə yazılır? Burada yazır ki 1998-ci ildə Petronas Tower Malezya'dakı bina en hündür bina oldu dünyada. 98'de Petronas en hündür oldu. 4 yıl sonra Taipei 101 binası, Tayvan'daki Taipei 101 binası Stoll uğurladı this title. Bu adı uğurladı. Hansı adı? En hündür bina adını kimden uğurladı? From Petronas Tower'dan uğurladı. Yani ne anlayıram? 4 yıl sonra Taipei 101 binası Petronas Tower'dan this title. Bu adı uğurladı. Yani en hündür bina statüsünü uğurladı. Onda belə ki 4 yıl sonra, yani 2002-ci ildən sonra en hündür bina Petronas yox, artıq nə oldu? Taipei 101 binası oldu. Yəni məhz buna görə nədir? Səhvdir. Sonra növbəti suala baxaq. 3-cü paragrafı hansı cümlə ilə başlaya bilərik? Bax burada həmin abzasa bir dənə baxın. Həmin abzasa bir dənə ipucu verilir. Bizə bura nəsə deyirəm. Sonra deyirəm biri budur. Biri budur. Yoldaşlar biri budur deyirəmsə, onda əvvəldə dediyim şey tək bir şeydir, yoxsa çox bir şeydir? Çox bir şeydir. Yəni bir neçə şeydir ki, deyərəm biri budur. Sonra ikincisi budur, üçüncüsü budur şəklində davam edirəm. İndi baxıram variantlara. A variantda yazır ki, mümkün idi binanın yuxarı mərtəbələrine getmək mümkün idi. Bu tək anlayışdır da, düzdürmü? İt yazıb. Sonra mümkün idi yuxarı divarları dəstəkləmək. Bu da tək bir anlayışdır. İt yazıb. Sonra göydələnlərin tikisində daşdan istifadə geniş şərdir. Göydələnləri daşla tikmirlər, metal və poladla tikirlər. Bu cümlə ümumiyyətlə səhvdir. Burada cəm axtardığımız şey harda var? D-də var, bir də Y-də var. Bir neçə avantaj. Bu Y-də isə drawback. Drawback nədir? Dezavantaj. Y-də yazıb ki, dəmir və poladla bina tikintisinin bir neçə dezavantajı var. Burada isə yazır ki, metal dirəklərlə tikintinin bir neçə avantajı var. İndi baxaq burada. Ya avantajı, ya dezavantajdır. Baxıram ki, ən bəlli olanı biri odur ki, binaların çoxlu pəncərələri olur. Hansı ki, otaqları xoş edir. Pleasant, xoş edir. Yaxşı, otaqları xoş etməsi dezavantaj, yoxsa avantajdır? Avantajdır. Yəni, müsbət bir şeydir. O zaman mən nə götürmərəm burada yoldaşlar? Drawback-i götürmərəm. Nə olacaq? Cavab D variantı. Metal dirəklərlə bina tikmənin bir neçə avantajı var. Biri budur və ya digəri də nədir? Also yazılır. Burada deyir ki, dəmir və poladla daha sürətlə tikmək olur daşa nəzərən. Aydın oldu. Və burada metal dirəklər söhbətinə bəs hardan keçilir? Yoldaşlar, yuxarıdakı abzasda oxusaydınız tam aydın olardı ki, iki vacib texnoloji üstünlük mümkün etdi əsl göydələnlərin tikintisini. Birinci üstünlük dəmir və poladın geniş istehsalı, ikincisi isə yüngül metal dirəklərin istehsalı oldu. Sonra isə də metal dirəklərlə tikintinin bir neçə avantajı var. Başlayır onları açıqlamağa. Sonra 13'e gəldikdə yenə cümləni görürük burada, düzdürmü? Cümləni gördüksə variantları yenə qətiyyən oxumuruq. Təzədən həmin cümləni tapmağa çalışaq. Çox insan urban areas şəhər deməkdir. Şəhər yerində yaşadıqca. Həmin cümlə burada var. Sadəcə bir neçə sözü dəyişib. Burada 4-cü paragrafın sonunda yazılıb. As the population of a city increases. Population əhali deməkdir. Şəhərin əhalisi artdıqca. City yerinə burada urban yazılıb. People yerine de burada population yazıyor. Increase yerine de burada ne yazıyor? More yazıyor. Yani daha çok insan yaşadığısı. Orada o anlama gelir. İndi şəhər arasında daha çox insan yaşadığısı, indi bundan sonraki cümləni mütləq oxuyub cavabı buna əsasən tapmalıyıq. Fərqli şey düşünməyin. Yazır ki, göydələnlərin sayı increases to həmçinin artdı. Çünki onlar less space, az yer tuturdu. Bitti. Başka etse özü yormanıza ehtiyac yoxdur. Yəni buna uyğun cavab tapmanız. Nə deyir? Az yer tuturdu. En azı variantlara baxa görə az yer harda var? Less space. Bak burada var, bir burada var yoldaşlar fikirlərsəniz. Bir de harda var? Burada var. Başka yerde var mı az yer söhbəti? Yoxdur. Məsələn, yerdə zəlzələ yazıb.
C-də zəlzələ yazıb. Zəlzələ deyə bir şey orada oxumadıq həmin cümlə içində. D-də more space yazıb. Bu da yəni yanlışdır. Bu qədər sadə variantı bu şəkildə daratdıq. Qaldı A, B. B-də mühəndislər yazıb, amma oxuduğumuz cümlədə mühəndis yox idi. Bir də mühəndislər bunun çətin olduğunu düşünür. Amma çətin olduğunu yox, əksinə asan olduğunu ola bilərdi. Doğru cavab nədir? A variantıdır ki, birə-bir eynisidir. Yazır ki, hündür mərtəbəli binaların sayı hansılar ki az yer tutur? Az yer tutan binaların sayı rises qalxır. Burada da nə yazıb? Göydələnlərin sayı artır, az yer tutan göydələnlər. Çünki az yer tuturlar. Həmin cümlədir. Aydın oldu. Sonra növbəti. Rezistan müqavimətli, davamlı deməkdir. Bu sözü bilmək zərurətində deyilsiniz. Rezist sözündən yaranır ki, müqavimət göstərmək. Burada mətnin bu hissəsi oxusanız zaten anlaya bilərsiniz ki, mühəndislər müasir texnologiyadan istifadə edərək hesablaya bilirlər. Zəlzələyə qarşı göydələnləri necə rezistan saxlayacaqlarını hesablaya bilirlər. Zəlzələyə qarşı necə rezistant, yəni necə davamlı, qalıcı, davamlı saxlaya biləcəklərini hesablaya bilirlər. Və davamlı mənasını, yəni dözümlü anlamda da deyə bilərsiniz. Dözümlü anlamda gəlir ki, yəni bir şeyin təsirinə məruz qalmayan ya da ziyan dəyməyən, zərər dəyməyən bir şey. Doğru cavab Y-dir. Əgər bunu lap tapa bilməmiş olsaydınız belə bir şey edə bilərdiniz. Burada ilk sözləri götürün. Burada yazın bura. İndi bax, göydələnləri saxlamaq zəlzələyə qarşı zəif saxlamaq mənasızdır. Zəlzələyə qarşı asan saxlamaq mənasızdır. Çox məsafəsi olmayan qarşı tərəflə zəlzələyə aidiyyəti var. Bunun heç mənasızdır. İnsanları, əşyaları əhatə edən, amma effektində təsirə məruz qalandır. Amma insanları, əşyaları əhatə edən olmaz hər halda, yəni məntiqsiz gələr. Amma Y variantı direkt adama cavab kimi gəlir. Bax, burada something yerinə zəlzələ yaz. Zəlzələ tərəfindən təsirə uğramayan, yəni təsir edilməyən. Aydındır. Yəni istənilən adlı cavabı tapa bilərsiniz mətndən uyğunlaşdırırlar. 15-ə gəldikdə birinci Pulitzer binasının tikintisi how long, nə qədər davam etdi? O yoxdur. Birdən çaşıb orada əsr yazıb onu götürərsiniz. Yazır ki, ən hündür binalardan biri 19-cu əsrin sonlarında 14 mərtəbəli Pulitzer binası idi. 19-cu əsrin sonlarında. Bu sual verir, how long, nə qədər vaxta tikdilər, 1 ilə, 2 ilə, o yoxdur. 19-cu əsrin sonları ayrı şeydir. Yəni, nə qədər müddətə tikdilər, o yoxdur. İkinci, metal dirəklərdən istifadə edin, otağın appearance, görünüşünə təsiri necədir otaqlara? Həmin şeyi bayaq oxuduq. Burada otaqları neyinirdi? Hansı ki, otaqları more pleasant, daha xoş edirdi. Metal dirəklərdə bura yazmışdı, avantajları deyə. Sonra üçə gəldikdə əksər insanlar hal-hazırda hansı binada yaşamağı xoşlayırlar. Bunun cavabı yoxdur. Amma çox təəssüflər olsun ki, və buradan indi qulaq asanları da səslənirəm ki, təəssüflər olsun. Bəzən biz cavabları iradəsiz şəkildə götürürük. Qeyri-iradi olaraq mətninə baxmırıq. Tutaq ki, mətn oxumuşuq göydələnlər haqqında, göydələnləri tərifləyiblər. Sən də deyirsən, hansı binada yaşamaq istəyirsən? Yəqin göydələnlərdir. Yəqin göydələnlərdir deyib, yəqin şəklində cavab götürürsün. Yəni, bu yanlış yanaşmadır. Yəqinlə cavab olmur. Mətndə həmin cümlə olmalıdır mütləq şəkildə. Amma mətndə halbuki elə bir cümlə yoxdur. Problem odur. Mətni axtarsaz belə elə bir cümlə yoxdur. Göydələndə yaşamağı xoşlayırlar. 4-ə gəldikdə, 4-də deyir ki, hansı materiallar istifadə olunur? Müasir elevator, liftlərin tikintisində. Bu da çaşdırıcı bir variantdır. Orada dəmirlə poladı görürsünüz, amma dəmirlə poladı göydələnlərin tikintisində istifadə etdiyini deyir. Müasir liftlərin demir. Amma problem odur ki, niyə çaşdırıcıdır? Burada güvənli lifti deyir, yuxarısında dəmir və polad deyir. Elə düşünürsünüz ki, odur. Amma oxumursak cümləni, burada yazır ki, həmçinin asandır tikmək dəmir və polad ilə daşa nəzərə. Yəni, nəyi tikmək asandır? Söhbət nədən gedirdi? Göydələni tikmək asandır da, düzdürmü? Güvənli liftin ixtirası ilə yuxarı mərtəbə çıxmaq mümkün oldu, ayrı şeydir. Lifti nə ilə tikirlər, bunu göstərmir. Orada dəmir və metal,
Dəmir və polad nəyə aiddir təbii ki, yoldaşlar? Göydələnlərə aiddir ki, iki mühüm texnoloji üstünlükdir. Əsl göydələnləri mümkün etdi. Birincisi, dəmir və poladın istehsalıdır ki, buradan anlayırıq ki, o göydələn aiddir. Liftlərə aidiyyəti yoxdur. Yəni, liftlər nə ilə tikilir? Elə bir şey, elə bir cümlə yoxdur. Yaxşımı, yoldaşlar? Və 5-ə gəldikdə isə hündür mərtəbə binaların qalın divarlara sahib olmasının səbəbi nədir? Bu göstərilir mətndə birinci abzasda. Burada yazır ki, base, yəni zirzəmi və aşağı divarlar hündür mərtəbə binada vertik çox qalın olurdu. Support dəstəkləsinlər upper walls, yuxarı divarları dəstəkləmək üçün. Yəni ilk mərtəbələr qalın olurdu ki, yuxarıları dəstəkləsin deyə. Cavab 2-5. İndi gəldik 16-ya baxaq. Make-up Story topdakı make-up storylərdən biridir və onu da işləyibsiz 120 dənədən biridir. 2 ilə başlayır. Cənab Brandey otağında məktub yazmaqla məşğul idi. Sonra ardınca gəlir 4. Axmaq bir xidmətçi qaçaraq ustanın otağına daxil olur. Deyir, yanğın yağın, mətbəx yanır. Sonra 5. Cənab Brand cəld şəkildə mətbəxə qaçır. Sonra 3. Cənab Brand mətbəxdə sobanın üzərində qaynayan bir su görür. Sonra əsəbi şəkildə deyir, axmaq oğlan, niyə bu suyu odun üzərinə atmırsan? Oğlan da ciddi şəkildə deyir ki, bu mənə lazımdır, çünki isti sudur. Yəqin yemək bişirəcək, onun üçün saxlayır. Doğru cavabımız deyəsən Y eləyirdi. 2-4, belə deyəsən. Sonra 17-yə gəldikdə, staying alone nədir? Yalnız qalmaqdır. Deyir, uşaqlar qorxurda yalnız qalmaqdan. Nədən qorxurda deyə sual verəcəm. Yoldaşlar, burada xəbərimiz were afraiddir, doğru mu? Və sual verəndə neyirik? Köməkçi feili silib, qarşı tərəfə keçirdirik. Yəni, buradan were silirik, keçirdirik qarşı tərəfə. İndi baxaq görə hansı variantda var? Were the children afraid. Bir A-da var, bir də D-də var. Başqa heç variantda yoxdur. Birdən çaşı burada deyəsən mənə was afraid niyə olmasın? Was afraid niyə olsun ki? Yoldaşlar, burada uşaqlar mübtədəndir, xəbərində were-dir. Uşaqlara görə were yazsan. Bu tamamlıqdır. Tamamlığa görə xəbər dəyişmir. Burada mübtədiyə görə xəbər uzlaşır. Yəni, uşaqlara was deməzsən, yəni çaşı belə bir variant götürməyin, elə bir şey olamaz. Ya A-dır, ya da D variantıdır. İndi burada yazda gəlsə, əvvəlki dərslərdə deyildi, why for olmaz. Yazda gəlsə, bunu əzbər bilirsiniz. Nə üçün deməklidir, düzdürmü? Bunun ardınca mən sizə dəfələr nə deyirdim? Təkcə why for-la yox, ümumiyyətlə bütün sözəllərlə işlənməz. Vəhşi ümumi götürdükdə isə zəfliyin sualların sözəlində işlətmirdik. Yəni, görə why for olmasa, why in, why at, why of və s. heç biri ola bilməz. Yaxşı mı? Zəfliyin sualları sözəlində işlənməz. Düz istisnamız var idi. Veya to haraya, veya from haradan 2 dənə istisnadır. Tərcümədən də özünüz çıxarda bilərsiniz. Burada of-dandan kimi işlənir tərcüməsi. Deyir, uşaqlar niyədən qorxurlar. Niyədən qorxurlar demək. Why niyədir? Of da dandəndir. Niyədən qorxurlar. Sanki orada of nədir? Artıqdır. Of'u sil. Uşaqlar niyə qorxurdular? Bitdi. Doğru cavab nə qalır? What of? Nədən qorxurdular? Deyə bilərsiniz. Doğru cavab. Sonra 18-də gəldikdə definition soruşur. Fragile, həssas, kövrək deməkdir. C olacaq. Asanlıqla sınan ya da ziyan deyən. Sonra valuable, dəyərli deməkdir. Onlar A variantı, çox pula dəyən. Sonra jolly nə deməkdir? Əyləncəli deməkdir. Joy-dan tuta bilərsiniz. Joy-dan tutmaq mümkündür. O da happy, cheerful, xoşbəxt və şən. Digər sözlər isə heç birinə uyğun gəlmir. Requiring courage, cəsarət tələb edən. Hard, çətin, sərt. Firm də sıx, möhkəm deməkdir. Həm də firma deməkdir. Uyğunsuzdur. Sonra gəldik 19-a baxaq. O yeni kostyumu neynədir? Götürdü. Hansı ki, ya da hansını ki valideynləri ona vermişdi. Yoldaşlar bir şey deyim. Bax, burada kostyumdur. Həm də valideynlər tərəfindən də zaten var isə ipucudur. Kostyum verər yoxsa verilər? Kostyum hansı ki verdi deyərsən, yoxsa verildi olar? Verildi. Demək, kostyum verməz də verilər. O da buradakı xəbər sizcə aktiv yoxsa passivdir? Passivdir. Yəni, passivdə olması üçün burada hansı quruş olmalıdır? To be üstəgəl feilin üçüncü forması yanaşı işlənməlidir. Bundan razısınız deyil.
Böyle hansı variantlarda var? Bir verb 3. Bir B'də var, bir də Y'də var. Qalan variantlar hamısı məlum növdür. Məlumları silin, məhsulları saxlayın. Və üstəlik burada fikir versən yoldaşlar, bura xəbərdirsə, which mübtədədir. Which-lə nəyi əvəz edir? Kostyum əvəz. Kostyum da orada nədir? Təkdir də, düzdürmü? Ona həv demərik, nə deyərik? Həz deyərik. Lap heç onu da qoydum kənara. Zaman keçmiş zamanda deyəcək, həv olan variantı ümumiyyətlə götürmərəm. Doğru cavab nə qalır? B. O yeni kostyumu götürdü. Hansı ki ya da hansını ki valideynləri tərəfindən ona verilmişdi. Valideynlər tərəfindən ona verilmişdi. Yəni ona verilmiş olan kostyumu götürdü. Aydın oldu. Sonra gəldi 20-yə baxaq. Yoldaşlar nəyəsə diqqət eləmək pay attention to olur. Listen to kimi yadda saxlayın. Nəyəsə diqqət edin. Burada to yazılır. Pay attention to. Səsə. Pianinonun səsi deyirəmsə, burada pianinonun adi yerli çaldı da off-la düzələcək ki, ismin yerli çaldı. Pianinonun səsinə diqqət edin deyir. Yan otaqdan gələn, yan otaqdan burada zaten oxuyan kimi verir cavabı bizə from. Yan otaqdan gələn pianinonun səsinə diqqət etmək. Doğru cavab olacaq B. Sonra bura qədər yoldaşlar 2024-ün qəbulu idi. Və bundan sonrası əlavə suallardır. İndi onlara baxaq. 21-də deyir ki, əgər biri sizin flesh and blood, biri sizin öz canınızdan və qanınızdandırsa, demək o sizin nəyinizdir? Qohumunuzdur. Yəni bu idiomdur, bu idiomun mənasını bizdən istəyir. Biri canınızdan və qanınızdansa, demək qohumunuzdur. Və bir dənə bir şey deyəm, bax, burada flash sözü var, onu bilməzsiniz deyə. Fresh ingiliscə nə deməkdir? Təzə, yeni. Hamınız kompüterdə refresh bilirsiniz, refresh yeniləmək, təzələmək. Oradan bilərsiniz. Fresh təzədir, təzə yeni. Amma flash isə ölü deməkdir, cəsəd deməkdir. Ya da qısaca flashə leş deyə bilərsiniz, leş. Yəni əslində ingiliscə elə bir zarafat xəttində bir hərfi dəyişiblər, söz dəyişib. Təzə, yeni, ölü bir şey. Fresh, flash. Yəni burada düzdür, ölü cəsəd kimi, cəsəd yəni can mənasında işlənir ki, biri sizin canınızdan və qanınızdansa demək olmuşdur. Sonra 22-ci suala baxaq. Deyək, onlar söz verdilər, sifariş etdiyim məhsulların dərhal dispatch göndəriləcəyinə söz verdilər. Lakin bir həftədir ki, gözləyirəm, heç nə gəlməyib. Yoldaşlar, burada bizim üçün açar söz elə now-dur. Və now hansı zamandır? İndiki zamandır. Hamı bilir də now indi deməkdir. Onda had been deyənmərəm, waited də deyənmərəm, keçmişləri sildim, getdim. Yəni bunlar məncə hamı razılaşır. İndi bir də bir şey deyim. Bax, now olanda hansı zaman yazırıq? Məsələn, hal-hazırda deyəndə hansı olur? Sadə yoxsa davam edici? Davam edici. Məsələn, mən hal-hazırda danışıram deyəndə I am speaking now deyirik də, düzdürmü? Mən danışıram hal-hazırda I am speaking now deyirik də. Yəni, now hansı zaman göstərisi? Davam edici zaman göstərisidir ki, o zaman davam edici zaman göstəricisi isə madəm, onda mən B variantında silərəm ki, burada davam edici yoxdur. Davam edici 2 dənə variantda var. Have been waiting və Y-də yenə have been waiting var. Və indi davamına baxıram ki, bir həftədir ki, gözləyirəm. Yəni, hələ də gözləyirəm indiyənə qədər. Və heç nə gəlməyib. Heç nə gəlməyindən has arrived ifadə edəcəm ki, heç nə gəlməyib. Bəs niyə would arrive olmaz? Would arrive keçmişə nəzərin gələcək zamandır. Tərcüməsi belə alınır ki, bir həftədir ki, gözləyirəm. Heç nə gəlməyəcəkdir. Heç nə gəlməyəcəkdir. Heç nə gəlməyəcəksə, bəs bir həftədir niyə gözləyirsən ki? Bir həftədir ki, gözləyirəm. Heç nə gəlməyəcəkdir. Gəlməyəcəkdirsə, niyə gözləyirsən ki? Aydındır. Yəni, məntiqən tərcümə uyğunluqsuzluğu var, onu da silirəm. Doğru cavab C-dir ki, gözləyirəm, heç nə gəlməyib. Aydın oldu. Naya görə davam edici, o isə sadə bitmiş götürürük. 23-ə gəldikdə kimisə nəyəsə görə günahlandırmaq iki formada deyə bilərik. Birincisi, blame somebody for something işlənir. Bir də var, accuse somebody of something işlənir. Yəni, for olması bizim dilə oturur. Yəni, kimisə nə üçünsə deyəndə for deyirik, günahlandım. Amma accuse-də of-la işlənir. Bizim dilə təəssüf ki, oturmur. Amma nə etmək, əzbərləmək lazımdır. Başqa variantı yoxdur. Accuse of olacaq.
Sonra gəldi 24-ə baxsa. İki feil yanaşı işlənirsə ingilis dilində o feillər arasında ya to işlənər ya da o feili ing ilə yazarıq. Trying to make. Bax burada olacaq trying to make. Make deməyimiz yanlışdır. Sonra bax bura trying to make deyirəm. Və let və make-dən sonra da məncə hamınız bilərsiniz primitiv bir mövzudur ki, let və make-dən sonra da sadə məslər işlənməlidir. Sözün də məslər forması nədir? By-dır. Yəni to-lu yox, ing-li yox, sadə məslər işlənməlidir. By. Both-da keçmiş zamandır. Bizə keçmişə görə dəyişmir. Məslər forması ilə olduğu kimi qalır. Bu cümlənin mübtədəsi idi, xəbəri were trying-dir. Yəni bundan sonra gələn hər şey isə tamamlıq sayılır. Yəni tamamlığı zamana görə dəyişməlidir. Sonra 25'e baxdıqda approach sözünüzü işlənən feildir ki, biz aeroporta yaxınlaşdıq. Reach aeroporta çatdı. Bu da sözünüzü işlənir. Amma arrive ilə get sözünü ilə işlənəcək. Bir get to ifadəsi var. Yadda get to harası çatmaqdır. Yəni aeroporta çatdığı demək istəyirsən. We got to airport olardı. Bəs arrive hansı sözünlə işlənir? Arrive ya in-lə işlənir, ya da ki at-lə işlənir. Arriving yadda saxlayın. Sahəsi olan bir yerə çatmaq anlamında işlənir. Yəni böyük yerlərə, kəndə, şəhərə, qəsəbəyə, yəni ərazisi olan bir yerə bir dairə düşünün. Bir dairənin içinə çatırsınızsa o arrivingdir. Məsələn, şəhərin içinə çatmaq o dairənin içinə çatmaqdır, arrivingdir. Amma şəhərin içindəki ayrı-ayrı locationlara çatmaq, məsələn, otelə çatmaq, stansiyaya çatmaq, kafeyə çatmaq, nə bilim, restorana çatmaq arrive etdi ya da aeroporta çatmaq arrive etdi. Elə bir xəritədə axtarırsınız, nöqtə kimi göstərilən yerlərə çatmaq arrive etdi, amma ərazinin daxilinə çatmaq isə arrive indi. İndi burada aeroport da location'dır deyə nə işləyəcəm? Arrive at. İş orası bunu götürməyəcəm. Niyə? Sözünüsüz versiya bizə tələb olunur. O da 1 ilə 2 olacaq. Sonra gəldi 26-cı suala baxaq. Bu diyaloqdur. Hamınız bilir ki, so do I elə mən də edirəm deməkdir. Neither do I isə elə mən də etmirəm. Yəni so do I ilə təsdiqə cavab verilir. Neither do I isə inkara cavab verilir. Burada Mişel şokolad yemir. Bizə o zaman inkar lazımdır. İnkar A-da, C-də, bir də D-də var. Amma burada köməkçi feil nədir yoldaşlar fikir versə? Does-dır. Yəni bizə onda nə lazımdır? Do does feili. O da do does harada var? A-da var. Mişel şokolad yemir. Neither do her parents. Valideynləri də yemir həmçinin. Bu belə. Gəldim ikinciyə baxsam. Deyirəm ki, Michael dizini zədələdi. Cümlə təsdiqçi onda bizə so do I quruşu lazımdır. So do I harada var? A-da, Y-də var. İndi amma does mı olar, yoxsa did mi olar? Buna artıq biz qərar verəcəyik. Necə? Burada hurt feili var. Hurt feilin bütün zaman formaları eyni olur. Hurt eyni olur. Bunu əgər indiki zamanda olmuş olsaydı, Filip axı he-di axı. He nə olardı? Hurts olardı. S artırardı. Üçüncü şəxsin təşkilində indiki zamanda S artırardı. Demək bunun sonunda S yoxsa, demək ki bu hansı zamandadır yoldaşlar? Keçmiş zamandadır. Keçmiş olduğu üçün da does olan variantı yox. Did olan variantı götürürəm ki, Filip dizini zədələdi. So did I elə mən də. Aydındır, elə mən də anlamına gəlir. İndi gəldik üçüncü cümləyə isə. Burada cümlə nevə yazım inkardadır. Deyək, Sara heç zaman bu şəhərdə olmayıb. Has been yazıb, bitmiş zamandır və bitmişlərdə də sual və inkar həvəzlə düzəlir. İki dənə variantımız var. İkisində də elə həvəzdir. C də olar, D də olar. Tərcüməsi nədir? Neither has or brother qardaşı da olmayıb. Neither have I elə mən də olmamışam. Üçüncüyə də C və D hər ikisi uyğun gəlir. 27-yə baxsaq, İngilis dilində nəqliyyat vasitələrində belə işlənir. O işlənmə qaydasını öncədən izah edeyim. Kiçik nəqliyyat vasitələrində ingilisdə in işlənir. Məsələn, in a taxi, in a car və yaxud da in a boat, qayıqda və s. Burada in işlənir. Böyük nəqliyyat vasitələrində isə on işlənir. Məsələn, on a bus, on a train, on the plane. Yəni EZ yazılması şərt deyil, fərq eləməz və s. Niyə bu belədir? Kiçik nəqliyyat vasitələri, məsələn, taksidir, adi maşındır, qayıqdır. Bunları içinə minəndən sonra durub ayaq üstə gəzə bilmirsiniz. Yəni taksiyə mindiniz, durub kimsə ayaq üstə gəzə bilmir. Elə bir qutunun içindəsiniz. Məhz buna görə orada in işlənir. Məsələn, qayıqda da durub kimsə gəzmir, taxta qayıqdır da, yəni görübsünüz hər halda. Amma gəmidə durub gəzə bilirsiniz. Məsələn, qayıqda in olur, amma gəmidə nə olur? On olur.
Amma böyük nəqliyyat vasitələrində hamısı da durub ayaqüstə gəzə bilirsiniz. Avtobus olsun, qatar olsun, metro olsun, gəmi olsun, təyyarə olsun, hamısı düz platforma kimi düşünün, ayaqüstə durub gəzə bilirsən deyə 10 işləyir. Bir də nə məsələ var? Yoldaşlar, nəqliyyat vasitələrini bayla da göstərmək mümkündür. Amma bayla göstərən nəqliyyat vasitələrini, bay bütün hamısına aiddir bu arada. Bayla göstərəndə bir dənə şey eləməlisiniz ki, qarşılarındakı artikellər və əvəzliklər düşməlidir. Yəni birbaşa sözün özü yazılmalıdır. Məsələn, buy a taxi yox, nə deməliyəm? Yəni buy a taxi, buy the taxi, buy my taxi belə şeylər demərəm. Qabağındakı birbaşa sözü yazacağam. Yəni artikeli əvəzi yazacağam, birbaşa sözü yazacağam. Buy taxi olur. Ya da buy bus olar, buy train olar, buy plane olar və s. Yəni buy ilə göstərəndə qabağındakı bütün təyin edicilər nə olacaq? Düşəcək. Bir də var piyada getmək. İngiliscə piyada getməkdə 10 foot işlənir. O da niyə? Ayağımız üzərində getdiyimiz üçün. Yaxşımı yoldaşlar? Və burada nə olacaq? Artikel olmadığı üçün sizə nə yazarıq? 10 yox, buy yazacağım. Buy bus. Amma artikel olsaydı 10 e-bus olardı. Yaxşımı? Buy bus olur. İndi gəldim ikinciyə. Bir şeyin sonunda deyəndə ingiliscə at işlənir. At the end of işlənir. In the end of-sa düşünməyin. Bir şeyin sonunda deyəndə at the end of olur. Ya da başlanğıcında da deyəndə yenə nə olur? At the beginning of olur. Amma ortasında deyəndə in the olur. Yaxşımı? In the middle of olur. Sonra wait də nə ilə işlənir yoldaşlar? Wait də for ilə işlənir. Belə buy at for. Belə olmalıdır. Sonra 28-də gəldi tərcüməyə baxın. Düşünmürsənmi ki, Julia gözəl görsənir, o qırmızı paltar geyinəndə. İstərsən oxuyan kimi cavabı bizə verir. Geyinəndə ya da geyinən zaman. Burada tək bir variant deyəcək. O da nə? Y variantı. Nə zaman ki geyinir. Yəni geyinən zaman. Burada da zət yazsın. Ki mənası var. Düşünmürsənmi ki, Julia gözəl görsənir, qırmızı paltar geyinən zaman ya da geyinəndə. Aydındır. Tərcümədən zaten bir dənə variant çıxır. Digərləri mənasızdır. Sonra gəldi 29-a baxaq. 29-cu sualda burada anyway-ni görürsünüz yoldaşı. Any harda işlənir? İnkarda. Anyway varsa burada böyük ihtimalle inkar var. O zaman inkar varsa A'nı sildim. Razısınmı? A getdi. Sonra Ayza harda işlənirdi? Da'da kim harda işlənir? İnkar cümlənin sonunda. Madem inkar cümlənin sonunda işlənirsə, onda bu təsdiqləri silirəm. Şu hazırdır cavab. Ancaq B variantı qalır. Burada deyir ki, mən Tomu bir yerdə tapmamışam. James'i tapmamışam. Tom da tapılmayıb həmçinin. Belə çıxır ki, ikisini də axtarılmışlar. 30-a gəldikdə forun sualı yoldaşı nədir? How longdur? Venləri silək. Fora sualı how longdan veririk. Və how longdan sual verəndə heç bir zaman dəyişikliyi eləmirik. Zaman dəyişik ancaq venlə verəndə edirik. Yaxşı, o da indiki etmişi keçmişə çeviririk. Və burada da baxıram ki, xəbərimiz yoldaşı nədir? Has been closeddur. Sual verəndə nə edəcəm? Bir dənə bu həzi atacağım qarşıya. Bini zadı keçirməyin. Təkcə həz keçəcək qabağa. O da hansı variantdadır? Elə A variantındadır ki, Uzey nə qədər müddətdir ki, bağlıdır. Burada did və ya was zad yazıb yuxarıda elə bir zaman yoxdur. Zaman nəsə ondan sual verəcəksiniz. Cavaba. Sonra geçdik 31-ci suala baxaq. If yazılı burada şərt budaq cümləsidir. Şərt budaq cümləsində yoldaşa nə işlənməz? Gələcək zamanlar işlənməz. O zaman budaq cümlə burada bağlayacağın sual işlənir. Will not'u sildim burada. Won't, will not deməkdir. Bu getdi. Sonra məncə hamınız bilərsiniz ki, will hansı zamanla uzlaşır? İndiki zamanla. Bəs would hansı zamanla uzlaşır? Keçmiş zamanla. Düzdürmü? Shall will indikiyə nəzərən gələcəkdir. Should will isə keçmişə nəzərən gələcək zaman sayılır. Madem eləsə, o zaman mən will ilə didi uzlaşdıra bilərəmmi? Olmaz. Bu getdi. Sonra would-la do-nu uzlaşdıra bilərəmmi? Olmaz. Would-la nə uzlaşardı? Did uzlaşardı. Onda bu da getdi. Sonra bura he görürsəndə üçüncü şəxsi. He talk yoxsa he talks olardı. Talks olardı. Onda bu da getdi. Sonra cavab qalır A. O onunla danışacaq əgər sən bunu etməsən. Cavaba. Sonra gəldik 32-ci suala baxaq. Yoldaşlar, ingilis dilində günün hissələri ilə ya at işlənir, ya da in işlənir. Məsələn, at night gecə, at dawn sübh çağı, at midnight gecə yarısı, at sunrise günəş çıxarkən və s. Bir də günün hissələrindən 3 dənə istisnamız var.
in the morning, in the afternoon, bir də in the evening. Bunlar inlə işlənir. Yəni günün hissələri demək istəyirəm yoldaş, günün hissələri işlənir. Adı nədir? Amma morning, the afternoon, evening istisnadır ki, onlar nə ilə işlənir yoldaşlar? İnlə işlənir. Yaxşımı? Amma bir də məsələ var ki, belə bir məsələ var ingilis dilində. Bu günün hissələrinin qarşısına təsvir edici təyin yazaramsa, onların qabağında artıq on işlənir. Məsələn, iki dənə cümlə yazın. I saw him at night. Mən onu gecə gördüm. Düzdürmü? Ya da deyirəm ki, I saw him in the morning. Onu səhər gördüm. Düzdürmü? Günün isə at on in yazın. Amma indi gəlin bunları qabağına təsvir edici təyin yazaq, iş dəyişəcək. Məsələn, birincidə deyirəm ki, I saw him on a cold night. Soyuq bir gecədə gördüm. Artıq onu işlənəcək. Və yaxud da on a cold, məsələn, January night. Soyuq bir yanvar gecəsi gördüm. Fərq eləməz. Nə yazacağım? Onu yazacağım. Və yaxud da indi ikinciyə baxsın. Morningdir. Deyirəm ki, I saw him məsələn, on Sunday morning. Onu bazar günü səhər gördüm. Nə işləyəcəm? Onu işləyəcəm. Qabağında təsvir edilmişsə, günü istəyir. Bunlar da işləyirlər. Təbii ki, 10 ilə işlənəcək. Biraz aydındır. Demək, birinci tərəfə nə yazacaq bura? 10 yazacağı. On Sunday morning. On Sunday morning. Sonra deyir ki, maşını sürdü stansiya. Drive up to işlənir. Bu arada yaxınlaşmaq mənasında işlənir drive up to. Come up to da nə deməkdir? Come up to yaxınlaşmaqdır. Walk up to piyada yaxınlaşmaqdır. Drive up to isə maşını ilə sürürsünüz. Kiməsə yaxınlaşmaq işlənir. Hə. Stansiya yaxınlaşdı. Taksidə burada da in olacaq. Bayaqları izah elədik. Neçənci sual isə orada izahı 27 idi desən. Orada nəqliyyat vasitələrində əgər artikel varsa, in ya da on, kiçikdirsə təbii ki in olacaq, in taksi olacaq. Doğru cavab olacaq Y. Sonra növbəti. Proud of-la işlənir. Proud of, fəxr etmək. Demək, onda birə nə uyğun gələr? Biz fəxr edirik onların nailiyyətləri ilə A. Sonra arrive in-lə bir də ətlə işlənə bilər. Qatar çatdı, qəpik toplamaq kolleksiyası, bu çatdı, hara çatdı, dəxli yoxdur. Amma stansiya çatdı deyə bilərik də. Arrive at the station late. Stansiya gec çatdı. Stansiya bir nöqtədir deyə ət işlənir. Üçüncüdə isə to be interested in ifadəsidir. Nə iləsə maraqlanmaq. To be interested in C ilə uyğun gəlir ki, onlar maraqlıdırlar qəpik toplamaq da. Amma D ilə Y variantı heç birinə uyğun gəlmir. Belə. Sonra gəldik 34-cü suala baxsaq. Matilda'nın bir neçə sualı var. Telefon necə istifadə edəcəyi ilə bağlı. Doğru cavab D. Ona görə də Customer Helpline, müştəri xidmətlərinə zəng vurdu. Adamın sualı var, telefonu necə istifadə edəcəyi ilə bağlı. D. Ona görə də müştəri xidmətlərinə zəng vurdu. Qalan variantlar səhvdir. Məsələn, ada deyir ki, o bilirdi ki, bu ona internet əlaqəsi verəcək. Yəni, belə dəxilsiz bir şeydir. Lakin deyə onu inandırdılar ki, o doğru seçim edib. Adamın sualı var, doğru seçim edib, nə dəxli var? Asandır və müasirdir. Up to date müasirdir deməkdir. Asandır, müasirdir, dəxli yoxdur. Sonra qərar verdi ki, daha sofistikə bir telefon alsın. Sofistikated ya daha müasir, daha çox funksiyonallı bir telefon alsın. Adam bunu işlədə bilmir, qalır daha funksiyonallı telefon işlətsin. Doğru cavab dedi. Sual verdi, müştəri xidmətə zəng vurdu. Ən direkt cavabımız D variantı. Aydın oldu. Belə yoldaşlar. Bu qədər anlaşılmayan nəsə olsa yenə şəxslə yazıb soruşa bilərsiniz.